Qızılı rəngdə, içi yumşaq toyuq kotletləri və yanında dən-dən tökülən qovrulmuş makaron. Gəlin, vaxt itirmədən hazırlayaq. Kartof və soğanı ət maşınından keçiririk. Ardınca toyuq ətini də maşından keçiririk. Kartof soğanların artıq suyunu yaxşıca sıxıram ki, kotletlərimiz tavada dağılmasın. Kotletin ideal yumşaqlığını almaq üçün bir dilim boyat çörəyi suda isladıb, suyunu sıxdıqdan sonra qarışıma əlavə edirəm. İndi isə növbə ədviyyatlardadır. Duz, istiot və yeməyə gözəl bir rəng qatacaq sarı kök. Sonda bir ədəd yumurta da əlavə edib, bütün dadlar bir-birinə keçənə qədər qarışımı yaxşıca yoğururam. Kotletimiz kənarda dincələrkən keçirik qarnirə. Qızdırılmış tavaya biraz duru yağ töküb, makaronları əlavə edirəm. Rəngləri qızılı, gözəl bir çalar alana qədər qarışdıra-qarışdıra qovururam. Qovrulduqdan sonra üzərinə duz və tam üzərinə çıxacaq qədər su tökürəm. İndi isə vamodda, suyunu çəkib dəm almasını gözləyirik. Arada qarışdırmağı unutmuruq. Əlimi yüngülcə isladaraq kotletlərə gözəl bir forma verirəm və qaynar yağda hər iki üzünü nar kimi qızardırıq. Evə yayılan bu qoxu həqiqətən inanılmazdır. Hazır olmasına az qalmış, o möhtəşəm qoxu və dad üçün 50 qram kərə yağı əlavə edirəm. Və budur, qovrulmuş makaron və yanında içi sulu, yumuşaq, ləzzətli toyuq kotletlərimiz servisə hazırdır. Həm sadə, həm də ailənizin sevəcəyi bu ləzzəti mütləq yoxlayın. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Hər kəsə nuş olsun.